Deməli belə, bizim səhifəmizə, bu səhifəmizə kim takip atmıyorsa takip atsın, bu videomuzu bəyənsin, yorumun yazsın. Çünki biz bu gündən sonra Dənizliyi takipçilərimizlə bir yerdə gəzməyə start verdik. Bu gündən sonra Dənizliyi hər birimiz bir yerdə. Mən əziyyətimi çəkib video çəkəcəm. Siz də sadəcə bir dənə əziyyət çəkib videonu bəyənəcəksiniz, izləyəcəksiniz. Ən azı da mən elə düşünürəm ki, bir 5000 izləyici gələr ilk videomuz olduğu için. Bu gündən sonra bütün bu gördüyünüz Dənizli, tüm Türkiyəni, ama tüm Türkiyəni dediyində gəzə bildiyim qədərindən əziyyətini çəkib sizin üçün paylaşacağım. Sadəcə olaraq əziyyət çəkin, siz də videonu bəyənin, yorum da yazın ki, kəşfiyyətə düşə bilək. Əsas videonuzu kəşfiyyətə salmaqdır. Ondan əlavə də kim takip eləməyibsə, bax, belə fırlanıram başınıza ki, baxın. Bax, bu da gözəllik. Daha da gözəl videolar çəkmişəm də, inşallah onları da paylaşacağım. Amma əsas odur ki, bu yorum məsələsini, kəşfiyyət məsələsini düzəlişdirək. Düzəlişdirin, kəşfiyyətə düşək. Takip eləməyənlər də takip eləsin, takip eləyənlər də takipdə qalsın. Burada bir dənə dayandır. Takip elə, izləmədə qal.